Deyir ki, dirildən də öldürən də odur. O bir şeyi olmasını istədikdə ona ancaq ol deyər. O da olur. QuranĞafir surəsi 68-ci ayə. Bu ayəni ağır xəstələr üzərində təzahürün görmüsünüz, şahid olmusunuz. Dəfələrlə. Əsasən də korona infeksiyasının yayıldığı dövrdə. Biz necə bir müsəlman Ağır dönəmlər idi. bəli. Ümumiyyətlə tibb bir müsəlman həkim üçün bir həyat strategiyası deyək də, strateji yaşamaq uğrunda bir mübarizə prinsipi. İstəsəmə müsəlman olmaq, İslami bilgilərin olması tibbə baxış bucağını dəyişir, mütləq şəkildə dəyişir. Və hər şeyin yalnız uca Allahın əlində, istəyinin olduğunu şahid olsa. Korona infeksiyası dövründə yeganə o dövr ki, mən ümumiyyətlə evlərə getmirəm. Amma korona infeksiya dövründə aparatlarda olan xəstələrim var idi. Mən hər gün onlara dəyirdim, hər gün. Çünki artıq kimisə müalicəyə götürsənsə, bu artıq Allahın əmanətidir və mən axırı günü cavab verəcəm. Ona görə də hər gün o xəstələri görürdüm. Bir-bir evlərə gedirdiniz, həmin xəstələrə baxırdınız. Bir günə olur ki, 10 xəstəyə baxırdım. Əlavə 20 xəstə işdə qəbul edirdi. Çox gərgin bir rejim idi də. Bəli, mən axşam saat 10-da evə gəlirdim. Uşaqlarımı yaxına buraxmırdım ki, dedim uzaq durun, birdən mən daşıyıcı olaram, bilmərəm. Mənim balacam elə mənə baxa-baxa böyüdü. O korona dövrdə 3 ildən artıq sürdü bir qədər. Və belə bir formada əlhəmdülillah çox əziyyətli dönəm idi və mən orada həqiqətən ilahi təqdirin kamilliyini gördüm, hikmətini gördüm. Təzahürünü gördünüz. Xəstə oldu ki, həddindən artıq ağırdı. Yəni həkim kimi mən orada gözləmirdim ki, bu insan sağalacaq. Amma xəstə gələndə demişdim ki, mən yazıram. Amma bir müsəlman olaraq, bir həkim olaraq bir şey mənim həmişə prinsipim var ki, mənə müraciət edən xəstəyə nəfəsi gəlirsə, bu insanın huşu özündəsə, mən onu ölümə tərk etmək ixtiyarım yoxdur. Mənə verilən biliklə hərəkət eləməliyəm. Zaten yaşadan Allahdır. Öldürsə öldürəcək, qaldıracaq. Amma mən bilim ki, Allah Subhanahu axırı gün məndən bunu soruşmayacaq. Siz vəzifənizi tam etdiniz. Bəli, bir hadisəni danışım dəfələrlə oldu. Çox yadımdan çıxmır heç vaxt o. Demə çox yorğun gəlmişəm, saat 7 idi. Bir də mən zəng oldu ki, bəs bir xəstə var, təcili gəlib baxmaq lazım. Dedim, yorğunam da. Mən artıq 20 xəstəyə baxmışam. Yəni skoriya zəng eləyən. Dedim, saturasiya nə qədərdir? 30%. Dedim, qardaş, bunu niyə belə saxlamısınız? Təcil skoriya zəng eləyin, gəlsin. Nəsə, ürəyim dözmədi, bir saat keçib təzən zəng elədim ki, bəs xəstə necədir? Skoru gəldi, bax, dedi, xanım, 2 dəfə skoru gəlib, dedilər, öləcək. Yəni, niyə tərpədirsiniz? Nəsə, ürəyim dözmədi, dedim, yaxşı, gəlin mən aparın, gəlirəm sizə. Nəsə, getdim, tez təcili olaraq o vaxtda da oksigen aparatı vardı. Biz onlarla əlaqə işləyirdik ki, tez vaxtında oksigen aparatı çatdırılsın. Zəng elədim ki, oksigen aparatının, yəni istifadə edən o satıcı üzrə mütəxəssisə, satıcı mütəxəssisə ki, bəs mənə təcili aparat lazımdır. Dedi, xanım, maşın xarab olub. Nəysə, dedim, ev yox, gözləyərik. Dedi, 2 saat çəkəcək, dedim, problem deyil, mən gedirəm evə, siz də gəlin. Tez öz mesajlarımla zəng elədim ki, təcili ağır bir vəziyyətdir, sən də gəl. Çünki mənə tibbatçısı lazımdır. Nəysə, xəstənin evindəyəm, təsəvvür, hamı da koronadır. Ailə üzrə hamısı infeksiyadır. 2 saatda maskada qalmaq olmur. Nəysə, Allah təvəkkül düzdür, orada böyük bir səhv elədim. Amma içimdə bir hüzur var idi o vaxtda. Dedim, mən çay gətirin, heç olmasa 2 saat çay için biraz rahatlanım. Yorğunam da, təzə 20 xəstəyə baxmış evlərdə, hələ işdəkini demirəm, gərgin yorğunluq. Başladıq aparatı gözləmək. Mən də heç vaxt istəmirəm ki, xəstənin pulu boş-boşuna tökülsün. Əgər baxdım ki, xəstə vəziyyətdən çıxarsa, dava dərman eləyərik. Nəysə, başladıq aparat gözləməyə. Birdən mənə zəng elədi, yəni kifayət qədər yuxarı təbəqədən bir zəng oldu ki, siz tanımıram, Mətən xanım, dedilər, gəlmişsiniz. Niyə ki, xəstəyi gəlib narahat edirsiniz? Dedim, başa düşmədim sizi. Bəs xəstənin hamı deyir ki, məşhur həkimlər ki, xəstə öləcək. Bəs siz niyə deyirsiniz xəstə ölməyəcək? Deyirəm, ay, sizi tanımıram. Amma siz həkim adını bilmirsiniz nədir? Həkim xəstənin başının üstündə son anına qədər mübarizə aparan bir sənət sahibi deməkdir, bir varlıqdır. Siz yəqin həkimlik sənətinin nə olduğunu başa düşmürsünüz. Mənim işimə qarşıma turubkanı qoydum da, yəni dəstək qoydum. Nəsə gözlədik, 2 saat ərzində aparatı gəldi, aparatı gətirdilər. Xəstənin başında süni tənəffüs var. Süni masaja başladıq və ani olaraq xəstə belə nəfəs aldı. Təsəvvür, xəstənin huşu özündə deyildi. Saturasiya 50-də qalxdı 65-ə. Xəstənin huşu özünə gəldi. Düzdür, keydi, amma baxır, reaksiyası artıq, göz bəbənin işığa reaksiyası qayıtdı. Oksigen bərpası yavaş-yavaş başladı. Təzədən başlayıb 80-ə qədər qalxdı. Halbuki 12 saatdan artıqdır. Bu insan 30 saturasiya ilə qalmışdı. Oksigen təchizatı ilə. Sonra biz onu tez təcili dava dərman aldırdıq. Axşam 12-yə qədər yardımlar getdi. Demək olar ki, reanimasiya elədik də. O halda ancaq reanimasiya idi. Və inansın, mən terapeutəm, reanimasiyada işləməmişəm. Amma biz korona dövründə biz sadə həkim olduğumuzu reanimasiyada eləyirdi, başqa işlərlə məşğuldur. Həm kardioloq idi, həm endokrinoloq
Halbuki yəni bu xəstəyə hər şey lazımdır o anda. Biz o anda Allahın izni ilə bizim bütün deyir bilik, bacarığımız, insan nə oxumuş hamısı oyanırdı və başlayırdı xəstəni işləməyə. Və o xəstə ayıldı. Xəstə tam özünə bərpa elədi. 2 saatdan sonra artıq insanlar tanımağa başladı. Səhər o xəstəni biz Zığ adlı xəstəxanaya göndərdik və xəstə bir həftədən sonra evində idi. Mən sonra dedim ki, ya Rəbbim, ya yaşadan dirildən sənsən, mən nə karıyam. Amma bu ayənin təzahürünü orada elə bir Bəli. tam görmüsünüz. Sonra elə xəstələr oldu ki, məsələn, yüngül oldular da. Əvvəl yüngül baş, amma mən onu xilas eləyə bilmədim. Və onda da mən özümə nə dedim ki, mən həmişə özümə deyirəm ki, Mətanət, sənin əlində deyil. Sən bu gün yıxılsan, sənə evdə 20 xəstən var. Qəbula 30 xəstə gəlir. Sən onlara necə baxarsan? Sən bu gün depressiya düşməyə ixtiyarın yoxdur. Sən zaten bilirsən ki, sən onu nə yaşatmısan, nə diriltmirsən. Sən onu yaşa, o yaşayanda sevinsən ki, mən elədim, sən küfrə düşürsən. Sən öləndə də qəm qüssə eləyə bilməzsən ki, niyə bu öldü? Allah istədi öl. Sən ilahi təqdirə qarşı qarışa bilməzsən. Biz nə deyəcəyik? İnnə lillah, innə ileyhi raciun. Mən üzərimə düşəni elədim. Mən bacardığımı düşəni. Bəzən elə xəstələr oldu ki, axıra qədər dinləmədilər. Düzdür, qədər idi. Onlar dünyasını dəyişməli idilər. Amma yenə deyirəm, çox ağır hallarda oldu ki, mən özüm belə orada ümidim çox yox idi. Sadəcə işimi gördüm. Amma Allah o xəstələri məstirilikdi.